Salam hörmətli abituriyentlər, Osmanlı dövləti haqqında danışacağıq. Bu mövzunun strukturu sultanların fəaliyyətindən ibarətdir. Yəni ana xətt sultanlar və onların fəaliyyətləridir. Dərsin leytmotivi. Ona görə də biz bu video dərsi, bu video izahı sırf sultanların fəaliyyəti üzərindən hazırlamışıq. Birinci Osman Qazidən danışacağıq. 1302-ci ildə paytaxtı Söyüd olan Osmanlı dövlətinin əsasını qoyur. Sənətkar və tacirlər və xristiyan təbəələrə xoş münasibət göstərirdi və nüfuzu artır. Bizans feodalları ona qarşı birlik yaradırlar. 1326-cı ildə isə Bursanı mühasirəyə alır, lakin fəth edə bilmir. Bursanı fəth edir Orxan Qazi 1326-cı ildə və paytaxtı Bursaya köçürür. Birinci paytaxt Söyüd, ikinci paytaxt Bursa olur. Dövlətin ərazilərini genişləndirmək təşəbbüsü Bizansla müharibəyə səbəb olur. 1329-cu il Maltepe döyüşündə Bizans məğlub edilir. 1354-cü ildə Gelibolu qalası fəth olunur. Osmanlı dövlətinin ərazisi ilk dəfə olaraq paşalıqlara və sancaqlıqlara da məhz Orxan Qazinin dövründə bölünür. Dövlətin yeni pulları zərb olunur və dövlət dəniz dövlətinə çevrilir və ilk donanma mərkəzi İzmit olur. 1-ci Murad ilk dəfə sultan titulunu qəbul edir. Türk dünyasında ilk dəfə sultan titulunu qəbul edən, xatırlayırsınızsa, Mahmud Qəznəli idi. Osmanlılarda ilk dəfə sultan titulunu qəbul edən isə 1-ci Murad olur. Ədirnə şəhəri fəth edilir və paytaxt Ədirnə şəhərinə köçürülür 1362-də. Bu da 3-cü paytaxt. Öz diqqətini Balkan yarımadasının fəthinə yönəldir. 1371-də Çirmən döyüşündə və 1389-da Kosova döyüşündə serbləri ağır məğlubiyyətə uğradır. Serbiya və Bolqarıstan Osmanlıdan asılılığı qəbul etməli olur. İldırım Bəyazidin dövrü. İldırım Bəyazid 1396-cı ildə Niqbol döyüşündə Xaçlı ordusunu məğlub edir və Bolqarıstana tabe edir. Balkan yarımadasında Osmanlının mövqeyi güclənir. Diqqətini Konstantinoplun fəthinə yönəltsə də 1402-ci ildə Ankara döyüşündə Əmir Teymura məğlub olur və İldırım Bəyazid əsir alınır. Bu Osmanlı üçün sanki knockout idi. Yəni Osmanlı bir 50 il yerində sayır. Özünə gələ bilmir. Şokda olur. Ta ki Mehmet Fatihə qədər. İkinci Mehmet 1451-1481-ci illərdə hakimiyyətdə olur və nəhayət o Konstantinopolu fəth edir 1453-cü ildə və paytaxtı İstanbula köçürür. Və son paytaxt İstanbul. Birinci paytaxt Söyüd, ikinci paytaxt Bursa, üçüncü paytaxt Ədirnə və nəhayət İstanbul. Trabzonu fəth edir 1461-də. Ağqoyunlularla müharibə aparır 1461, 72-73-cü illərdə. Venesiyalılara qarşı uğurlu mübarizəsi var və qanunnamə adlı qanunlar toplusu hazırlayır 1476-da. İkinci Bəyazid dindar olduğu üçün və ədalətlə hökm etdiyi üçün Vəli ləqəbi ilə tanınmışdı. Mehmetə də Fatih deyilir. Yəqin ki, bilirsiniz. İspaniyadan qovulan yəhudilərə sığınacaq verir, Ağqoyunlularla, Misir məmlükləri ilə, Səfəvilərlə dostluq münasibətləri saxlayır. O da Venesiyalılar üzərində qələbə qazanır. Venesiyalılara qarşı mübarizə həm Mehmetdə var, fikir verirsinizsə, həm də Bəyaziddə var, ikinci Bəyaziddə. Birinci Səlim atasını öldürəndən sonra onun taxtına keçir və ilk işi Səfəvilər və məmlüklərlə müharibə olur. 1514-cü il Çaldıran döyüşündə Səfəvləri məğlub edir, Şimali Afrikada işğallar həyata keçirir, Məmlük sultanlığına son qoyub Misiri fəth eləyir və özünü İslam dünyasının xəlifəsi elan edir. Yəni, adamın işi gücü müsəlman dövlətlərlə müharibə aparmaq olur. Süleyman 1520-ci ildə hakimiyyətə keçir, Belqradı fəth eləyir. Moxac döyüşündə Belqradın fəthi 1521-ci il olmalıdır. Üzürlü sayın, burada bir səhvə yol verilib. Moxac döyüşü 1526-cı il Mazarçək qoşunlarını məğlub eləyir. Avstriya üzərinə uğursuz yürüşlər təşkil edir. 1529-33-cü ildə sülh sazişi imzalayır. 41-də yenə Avstriya üzərinə gedəcək. Səfəvilərin üzərinə 1534, 1535, 1548, 1554-cü illərdə hücum eləyir. Nəticədə 1555-ci ildə tərəflər arasında Amasya müqaviləsi imzalanacaq. Habsburglara qarşı Avropada Fransa ilə müttəfiqlik münasibətləri yaradır. 1535-ci ildə İspaniyanın Əlcəzairə donanma çıxarması da məhz Süleymanın dövrüdür. Alacaqdılar Əlcəzairi, amma 1541-ci ildə onlar məğlub edilir. Aralıq dənizi, Hind okeanı sahilləri və Şimali Afrikada xeyli ərazilər ələ keçirilir.
Şimali Afrikada ərazilərin ələ keçirilməyə başlanması Səlimin dövrüdür, 1-ci Səlimin dövrüdür. Bu da eləyib, yəni Süleyman dövründə davam edilir. Avstriya üzərinə yeni yürüş edilir və Zigetvar fəth edilir. Süleyman, daha doğrusu mühasirəsi onun dövrünə aiddir, onun ölümü ilə fəth olunur. Yəni onun hakimiyyət dövrünü götürə bilərik. Süleyman vəfatından sonra hakimiyyətə gəlir 2-ci Səlim, Osmanlının nüfuzu daha da artır. İndoneziya müsəlmanlarına kömək eləyir Portuqaliyaya qarşı 1569-cu ildə və 1571-də Kipr adasını fəth edir. Osmanlının idarəçiliyinə gəldikdə dövlətdə birinci şəxs sultan idi, qeyri-məhdud hakimiyyətə malik. Baş vəzir vergi toplanması və vilayətlərin idarə olunmasına nəzarət eləyirdi. Sultanın mühürünü saxlayırdı, onun mühürdarı idi. Maliyyə işlərinə bizdə vəzir başçılıq eləyirdi, xatırlayırsınız. Amma Osmanlılarda dəftərdar adlı şəxs nəzarət eləyir. Ali divan var idi. Ali divan da ali məşvərətçi orqan idi. Osmanlı ordusu iki əsas qoşun növündən ibarət idi. Akınçılar və Yeniçərilər. Yeniçərilər müsəlmanlaşdırılan xristian uşaqlar idi. Akınçılar isə türk döyüşçüləri idi və ordunun əsas zərbə qüvvəsini Akınçılar təşkil edirdi. Hərbi xidmət müqabilində Osmanlıda timar torpaqları və ya ziyamət verilirdi. Timar əskərlərə və kiçik məmurlara verilirdi, amma ziyamət qoşun başçılarına və iri məmurlara verilirdi. Osmanlı dövləti ilə bağlı demək olar ən əhəmiyyətli məsələlərə toxunduq. İndi isə vəsaitimizdən mövzunu öyrənək və hesab edirəm ki, bu video izahdan sonra mövzunu öyrənmək və ardınca da bizim sual-cavab videosunu qulaq asıb, dinləyib, məşq etmək sizin bu mövzunu öyrənməyiniz üçün müstəsna rol oynayır. Hər birinizə uğurlar və zehin açıqlığı arzulayıram. Hələlik.